toplum qarşısında olan həyəcanı necə yenə bilərik? Evdə bir çoxlar dil öldür. Nətər olur ki, toplum öndə həmən gözəl danışa bilən insanlar danışa bilmir. Bu kameralar insanların qarşısına çıxdıqda bu danışıq qabiliyyəti elə bir sıfırlanır. Biz özümüzü çox sevirik və o 3 nəfərin qarşısında bir çıxış etdikdə qorxuruq ki, səhv danışarıq, nə isə yanlış deyərik və onların gözündən düşərik. Biz egomuz istəmirik və istəyirik biz onların qarşısında danışanda daha fərqli danışaq, daha fərqli sözlərdən istifadə edək. İndi təsəvvür edin, böyük bir auditoriya və yaxud kamera və sənə bilirsən ki, YouTube'da 1 milyon adam baxa bilər. Bəli. Onların qarşısında, kamera qarşısına çıxanda həmən o qorxu, vahimə insanların gözündən çıxır, bildiklər yaddan çıxır. Bir yandan biz çıxış demək istəyirik, bir yandan da bədəndə hər bir şey ona görədir ki, insan oradan qaçsın. Bir yandan qaz, bir yandan həmən əyləş. Bir yandan bu torba buraxılır, sürətlə adrenalin ki, qaç. Buradan bir yandan da sən çıxış deməsən və xodda olan maşın sanki bir yandan qaz verir, yerindən başlayır əsməyə. Nə olur? Dizlərimiz əsir, əllərimiz əsir, boğazımız quruyur, ürəyimizin döyüntüsü artır, boğulma və s. İnsan bütün bu dillərini unudur. Çox gözəl izah elədiniz, həqiqətən çox anlaşılan, çox təşəkkür edirəm. Çox doğru vurğuladınız, orada o təhlükəni, elə psixologiyada eyni şey deyir ki, bu həyəcanın altında daha çox bir təhlükə düşüncəsi yatır. Məsəl üçün, psixoloji qorxular, səhv etmək qorxusu, biabır olmaq, birdən səhv anlaşılaram, tənqid qorxusu, qınaq qorxusu, bu kimi bütün bu beyində olan bu düşüncələr yəqin ki, gedir və insanda başlayır həyəcan, təşviş yaratmaq.